Naxçıvanda əlahətdə ümumqoşun orduda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılıb. Sənəd qəbulu noyabrın 15-nədək əlahətdə ümumqoşun ordunun təlim və tədris mərkəzində Naxçıvan şəhəri 1 nömrəli hərbi şəhərcikdə həyata keçiriləcək. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər müraciət edə bilərlər. Burada zabit, gizir və misman hərbi rütbəsi olanlar istisna təşkil edir. Bundan başqa, kursa ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan silahlı qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin A bəndinə, yəni xidmət müddəti başa çatdığına görə və əsasnamənin Q bəndinə, yəni ştat ixtisarına görə ordu sıralarından ehtiyata buraxılmış 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir. Müddətdən artıq həqiqi hərbi xidmətdən hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin E bəndinə, yəni xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur. Müraciətlər şənbə, bazar və bayram günləri istisna olmaqla noyabrın 15-nədək saat 9-dan 17-yədək qəbul olunur. Kursu bitirən şəxslərin təyinatı əlahətdə ümumqoşun ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.